Bağırsaq sağlamlığı üçün 3 vacib qida deyəcəm bugün sizə. Birinci yerdə bağırsaqlarımız üçün əvəz olunmaz hesab edilən probiotiklərdir. Bəs tərkibində probiotik olan qidalar hansılardır? Kənd qatığı, evdə hazırladığınız sirkələr və sirkəyə qoyulmuş turşular. İkinci yerdə isə lifli qidalar gəlir. Tərkibində ən çox lif olan qidalar chia toxumu, kətan toxumu, qurudulmuş ərik, qurudulmuş gavalı, tərəvəzlər və göyərtilərdir. Üçüncü qidamız isə zeytun yağıdır. Ümumiyyətlə zeytun yağı olmadan sağlam bir bağırsaq təsəvvür eləmək qeyri-mümkündür. Çalışın ki, zeytun yağı alarkən soyuq sıxım, yəni ekstra virgin növünü alasınız. Çünki ən faydalısı odur. Bildirim ki, uzun müddət yediyimiz zərərli qidalar, bəzi keçirdiyimiz xəstəliklər və istifadə etdiyimiz antibiotiklərdən sonra bağırsaqlarımızın florası pozula bilir və bu zaman ishal, qəbizlik, köp və həzmsizlik kimi problemlər ortaya çıxır. Əgər sizdə pozulmuş bağırsaq floranızı bərpa etmək istəyirsinizsə, simbiotik tabletlərindən istifadə edə bilərsiniz. Bildirim ki, simbiotik tabletləri dərman deyil. Bu məhsulun tərkibində bağırsaqlarımız üçün faydalı olan probiotik və prebiotiklər var. Bəzən qəbul etdiyimiz probiotiklər bağırsaqlarımızda uzun müddət yaşaya bilmirlər. Çünki həmin probiotiklərin yaşaması və çoxalması üçün onlara prebiotiklər lazımdır. Bu məhsulun tərkibində olan prebiotiklər həmin faydalı bakteriyaların çoxalmasına və onları inkişaf eləməsinə səbəb olur. Nəticədə isə bağırsaq floramız bərpa olur. Bədənimizdəki iltihabi proseslər aradan qalxır. Köp, həzmsizlik və qaz kimi şikayətlər də yoxa çıxır. Bağırsaq pozulmaları zamanı həkimlər məhsuldan gündə bir dəfə 5-10 gün müddətində qəbul etməyi tövsiyə edirlər. Poş istehsalı olan simbiotik tabletlərini bütün apteklərdən əldə edə bilərsiniz.